Pəyədəcə emidir. Bu dəfə Afar restoranı göstərəm. Gəl getdim. Super belə interyeri var. Bildiyin ləzgi abu havası. Burada bax xərəçə var, xirafu. Sonra fəsəli, çarafu. Ondan sonra limonatda birbaşa qusardan gəlir. Dəhşət dadlı. Afarların müxtəlif növləri, çıxanların hər növü burada. Super keyfiyyətdə professional ləzgi xalları pişirirəm sana. Bildiyin ləzgi abu havasıdır burada. Deməli, birinci bizə gətirirlər Afar və Qutab. Göy Qutabıdır. Həqiqətən bura Qutabların məkanıdır. Qatıq vursan, bəhbəhlə getdi. Danışam, ağlım suya axır. Balqaba Qutaba gəldi. Mən Balqaba Qutabı sevmirəm. Amma bunu həqiqətən də bəyəndim, səmiyyəti inanın. Super. Sonra gəldi, bax, ondan sonra orada piçeklər gəldi. Bu liman öz yerində, dəhşət idi. Bax, piçeklərdir, bu gürcə deyirlər buna da. Bax, tvaroqlu, kəsmiklidir yəni. İspanaklı, bir dənə idi orada. Var, cübinaçinkalı piçeklər var orada, bax, gürcələr. Batırsa acıkaya, Qutabazada acık, sənə ləzzət. Nə gedir, nə gedir? Həqiqətən də çox gözəl məkan. Çay süfrəsi vapşı başqa aləndir. Bizim milli bu ləzgi şey var. İsita dillər buna, havadır. Qəşəng belə gül formu falan da belə gəlir süfrəyə. Çayla super gedir. Plus satırlar belə şeylər. Baxın, belə hədiyyəli verə bilərsiniz dost tanışınıza. Qəşəng mənim şirniyyatda isitalar. Bir sözlə supercan, məsləhət görəm, gəl bu Afar restoranına, yediğim şeylərdə yiyinə sən də keyf elə, xatirələrin gözəl qalsın, ondan sonra getcə.